Sızanaqları, akneləri müalicə etmək və qarşısını almaq üçün yeyilən təbii qidalar. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Bugün sızanaq, akne çox yayılmış bir problemdir. Bunun əsas səbəblərindən biri nişastalı və şəkərli qidaları həddindən artıq çox yeməyimizdir. Akne zamanı dəri iltihaplanır və üzdə, eləcə də bədənin digər nahiyələrində sızanaqlar yaranır. Bu problemdən qurtulmaq üçün orqanizmin ehtiyacı olan qida maddələrini təmin edən bəzi qidalar mövcuddur. Bu qidalar bədənə sızanaqlarla mübarizə aparmağa kömək edir. Bu qidaları birlikdə və müntəzəm şəkildə qəbul etdikdə dəriniz çox qısa zamanda təmizlənməyə başlayacaq. Soğan. Seleniumla zəngin olan çox yaxşı bir qida mənbəyidir. Seleniumun sızanaqları azaltdığı sübut olunub. Braziliya qozu. Seleniumla yanaşı E və A vitaminləri ilə zəngindir. Bu vitaminlər dərinin elastikliyini artırır. Sarımsaq. İnsan üçün məlum olan ən güclü super qidalardan biridir. Dəri infeksiyalarını məhv edir və bir çox digər sağlamlıq problemlərinə qarşı faydalıdır. İspanaq. Sızanaqların qarşısını almaq üçün vacib olan sinklə zəngindir. Ümumiyyətlə, yaşıl yarpaqlı tərəvəzləri bol yemək tövsiyə olunur. Kətan toxumu. Tərkibindəki omega-3 yağ turşuları iltihabı azaldır və sızanaq izlərinin sağalmasına kömək edir. Şirin kartof. Soğanla birlikdə yeyildikdə sızanaqları azaltmaq üçün mükəmməl bir kombinasiyadır. Alma və portağal. Şəkərli qidaların yerinə bu təbii şirin meyvələri yemək sızanaqların yaranma səbəblərinin qarşısını alır. Badam. Gündə 6 ədəd badam yemək yüksək E vitamini sayəsində qısa müddətdə nəticə göstərə bilər. Avokado. Təbii və sağlam yağların mənbəyidir. Eyni zamanda püre halına salınıb dəriyə çəkildikdə məsamələri təmizləməyə kömək edir. Amla, Hind bektaşisi. Güclü C vitamini mənbəyidir. İmmunitet sistemini gücləndirir və dəridə gizli qalan infeksiyaların təmizlənməsinə kömək edir. Balqabaq tumu. Sinklə zəngin olan daha bir faydalı qidadır. Bu barədə daha ətraflı məlumat üçün digər videomuza baxa bilərsiniz. Bununla yanaşı, çörək və tərkibində çoxlu maya olan qidalardan uzaq durmaq çox vacibdir. Çünki bunlar sızanaq problemini daha da ağırlaşdıra bilər. Rafinə edilmiş şəkərdən mümkün qədər uzaq durun və onun yerinə xam baldan istifadə edin. Bu balın tərkibindəki antioksidantlar sızanaqlarla mübarizə aparır və eyni zamanda orqanizmi vacib qida maddələri ilə təmin edir. Eyni zamanda salitsil turşusu tərkibli dəri məhsullarını birbaşa dəriyə tətbiq edə bilərsiniz. Bu maddə söyüd ağacından əldə olunur və sızanaqları tez bir zamanda təmizləyir. Məhsul seçərkən tərkibində alkoqol və mentol olmayan variantlara üstünlük verin.